Real TV-də zəhmətkeşlərin verilişinə baxırsınız. Fermerin real dostu başladı. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Biz davam edirik. Fermerin real dostuna baxanları salamlayıram. Əziz zəhmətkeşlər, hörmətli tamaşaçılar. Bugün də çox maraqlı və vacib bir neçə məsələyə toxunacağıq. Əvvəla onu deyim ki, son günlər və son aylarda ölkə başçısı və Cənab Prezident İlham Əliyev tərəfindən xüsusilə kənd təsərrüfatı sahəsinə diqqət və qayğı var. Bununla bağlı xüsusi bir müşavirə keçildi. Hətta dövlət proqramı qəbul olundu. Bu proqramın adı tam olaraq belə səslənir. Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramı. Məhz bu dövlət proqramı çərçivəsində də bölgələrdə mətbuatdan da, mediadan da izləyirsiniz ki, kifayət qədər vacib görüşlər, müşavirələr keçirilir. Bu dövlət proqramının adında diqqət eləsəz, balıqçılıq və akvakultura xüsusi yer alır və bu mənada da düşündük ki, elə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin rəhbəri çox hörmətli Ceyhun Əliyevi bura dəvət edir. Ceyhun müəllim, mən sizi salamlayıram, fermerlərin görüşünə xoş gəlmişsiniz. Mən də sizi salamlayıram, eyni zamanda fermerin real dostlarını salamlayıram və bu verilişdə olmaqda məmnunluq duyuram. Çox sağ olun. Ceyhun müəllim, elə girişdə də qeyd elədim, dövlət proqramının adında çox böyük, yaxşı mənada yükü balıqçılıq və akvakultura hissəsi tutur. Bizə maraqlıdır, mənə və tamaşaçılara və bütövlükdə isə kənd təsərrüfatı ilə məşğul olan insanlara, xüsusən də ələxüsusda təbii ki, balıqçılıqla məşğul olanlara dövlət proqramında balıq ehtiyatlarının qorunması, idarə olunması, nəzarət potensialının gücləndirilməsi istiqamətində hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub? Çox sağ olun sualınıza görə. Ümumilikdə götürsək 2024-cü ilin dekabr ayında Cənab Prezidentin müvafiq fərmanı ilə balıqçılıq və akvakultura sahəsi də Kənd Təsərrüfatı Nazirliyinə verilmişdi və bu sahənin inkişafı üçün həmin gündən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi müvafiq addımlar atmış, mərkəz yaradılmışdı və çox sevindirici haldır ki, bu həm balıqçılar, həm də akvakultura sahəsində işləyən fermerlər tərəfindən çox sevindirici haldır ki, dövlət proqramının həm böyük bir hissəsi balıqçılıq və akvakultura sahəsi, bu sahənin emalı, eyni zamanda sahə ilə bağlı digər qarşıya qoyulan hədəflərdə balıqçılıq sahəsi kənarda qalmamışdı. Bəli. Və sualınıza gəldikdə isə burada hansı balıqçılıq və akvakultura sahəsi üzrə hansı belə deyək, fəaliyyətlər nəzərdə tutulur? Burada birinci olaraq, ilk olaraq balıqçılıq və akvakultura sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsidir. Eyni zamanda bunun paralelində balıqçılıq və akvakultura sahəsində idarəetmədir. Burada sahənin modernləşməsi, elektronlaşması əsas qarşıya qoyulmuş hədəflərdən biridir. Paraleldə isə balıq ehtiyatlarının səmərəli istifadəsi və balıq artırma tədbirlərinin həyata keçirilməsi üçün balıq ehtiyatlarının həm qiymətləndirilməsi, eyni zamanda ovun nəzarətdə olması, balıq mühafizə tədbirlərinin həyata keçirilməsi dövlət proqramının bir hissəsi olaraq nəzərdə tutulmuşdur. Balıq artırma tədbirlərinin bir hissəsi kimi isə burada yeni balıq artırma belə deyək, təsərrüfatlarının yaradılması, balıq artırılacaqsa balıqların miqdarının artırılması kimi. Yer gəlmişkən, böyük balıq təsərrüfatlarının kadrlarını görürük. Həqiqətən çox adamın ürəyi açılır. Biz çox, belə deyək də, ümumi olaraq mən bəzən bilmirik ki, Azərbaycanlar boyda bioresurslara və belə deyək, akvakultura malikdir, ehtiyatlarına malikdir. Adam ürəyi açılır həqiqətən. Və son olaraq da akvakultura potensialının üzə çıxması üçün burada həm balıq istehsalının artırılması, eyni zamanda ixracının təşviqi ilə bağlı da müəyyən tədbirlər nəzərdə tutulmuşdur. Çox gözəl. Dövlət proqramında həm də biraz əvvəl qeyd edildi, istəyərdim daha üzərində dayanaq. Balıq ovunun, yəni bu çox önəmli məsələdir də. Yəni il ərzində biz bilirik, bizə də tez-tez fermerin real dostuna balıqçılar yazırlar. Mənim özümə də şəxsən ki, biz hansı aylarda balıq tutmalıyıq, hansı formada sənaye üsulundan tutulması və s. Yəni bununla bağlı mütəmadi olaraq sizin qurum tərəfindən və Kənd Təsərrüfatı Nazirliyi bütün balıqçılara və bu sahədə fəaliyyət göstərən insanlara məlumat verirlər. Bax, bu dövlət proqramında balıq ovunun nəzarətliyinin artırılması və balıq eyni zamanda digər bioresursların ehtiyatının dayanıqlığının təmin edilməsi üçün konkret hansısa tədbirlər, planları varmı ki, bunları belə deyək də bu illər ərzində 2026-cı ildən etibarən 30-cu ilə qədər həyata keçirəcəksiniz?
Bəli, ümumilikdə bu dövlət proqramı kompleks bir proqramdır. Burada balıq ovu ilə dedikdə burada həm bunun qanunvericilik bayaq qeyd etdiyim kimi qanunvericilik bazasının təkmilləşməsi var. Eyni zamanda vətəgələrin qeydiyyatı, burada balıq ovu alətlərinin qeydiyyatı, bu balıq ovundan istifadə zamanı istifadə olunan gəmi və qayıqların qeydiyyatı, uçotunun aparılması, ovlanan balıqların özünün uçotunun aparılması, bunun sahəyə inteqrasiyası, bu həmin ovlanmış balıqların sahədə belə deyək, istehlaka verilməsində nəzarətinin təmin olunması kimi fəaliyyətlər vardır. Eyni zamanda burada balıq mühafizə tədbirlərinin gücləndirilməsi, onların maddi texniki bazasının gücləndirilməsi əsas hədəflərdən qoyulmuşdur. Əlavə olaraq sualın da giriş hissəsində dediniz, ehtiyatlarla bağlı, balıq ehtiyatlarla bağlı ehtiyatların qiymətləndirilməsi prosesi. Burada bu sahənin elmi texniki bazasının gücləndirilməsi, ehtiyat qiymətləndirmədə iştirak edən kadrların potensialının gücləndirilməsi kompleks şəkildə balıq ovunun nəzarətliyinin və dayanıqlığının təmin etməsi əsas hədəflərdən qoyulmuşdur. Ümumiyyətlə, biz bu məsələyə biraz qlobal yanaşsaq, düşünürəm ki, qeyd etməliyik ki, bizim balıq ehtiyatlarımızın qorunması və gələcək nəslə ötürülməsi həm də bir mənəvi borcdur. Bundan da başqa, dövlətimiz artıq, biz bilirik və yəqin ki, yaxın aylarda və günlərdə bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin də açıqlamaları olacaq. Dövlət artıq digər fermerlərə yanaşdığı kimi balıqçılara da bir dəstək mexanizmi hazırlayır. Bildiyim qədərilə söhbət subsidiyalardan və digər hansısa güzəştlərdən gedir. Bununla bağlı nələrsə açıqlamaq mümkündürsə və ya hansısa bir şad xəbəri indidən belə deyək də ipucu olaraq demək mümkündürsə, Ceyhun müəllim deyə bilərsiniz. Buyurun. Akvakultura sahəsi xüsusən belə deyək, bu son belə deyək, müstəqillik dövründəki kənd təsərrüfatının olan dövlət dəstəklərindən bir növ kənarda qalmışdı. Amma Kənd Təsərrüfat Nazirliyinə keçildikdən sonra bu səlahiyyətlər akvakultura sahəsində müəyyən dövlət dəstəkləri belə deyək, artıq planlanmış, müvafiq fərman hazırlanmış. Bəziləri artıq, məsələn, torpaqla bağlı akvakulturada istifadə olunan torpaqlar artıq kənd təsərrüfatı təyinatlı torpaqlar hesab olunur və eyni zamanda ötən il sonlarında vergi məcəlləsində edilmiş dəyişikliklərlə artıq akvakulturada istifadə olunan, istehsal olunan balıq da eyni zamanda kənd təsərrüfatı məhsulu kimi hesab olunur və kənd təsərrüfatının digər sahələri kimi ilkin istehsalda vergi güzəştlərindən yararlanır. Dövlət proqramında artıq akvakultura balıq məhsulları müəyyən dövlət güzəştlərindən, burada hansı güzəştlər nəzərdə tutulur? Akvakulturada istifadə olunan avadanlıqların belə deyək, müəyyən güzəşli şərtlərlə alınmasıdır. Yəni ki, bu bir növ misal çəkək, fermerlərimiz hamısı bilir də, tutaq ki, traktor alanda 40% dövlət güzəştdir. Eyni prinsiplə akvakultura təsərrüfatlarında istifadə olunan, istər burada müasir, videoda da gördünüz, RAS sistemli də, yəni qapalı su sistemi? RAS sistemi qapalı su çevrəsi deyirlər. O içəridə, səhv eləmirəmsə Neftçalaydı da orada, Neftçalay ərazisində. Neftçalaydı, eyni zamanda Pirallahada var, səhv eləmirəmsə o Pirallahadakı əvvəlin hərəkətdəki təsərrüfatın videosuydu. Nərə balıqlar saxlanılan, o belə deyək də, şey deyirsiniz, rezervuarı deyirsiniz. Akvakultura təsərrüfatıdır. Akvakulturanın bir neçə növü var da, burada həm qəfəs tipli var, həm rast tipli var, həm ənənəvi nohur tipli akvakultura təsərrüfatları var. O rast tipli, yəni həmin orada istifadə olunan suyun hardasa 80%-i yenidən təkrar dövriyyə ilə istifadə olunur o cür balıq artırma təsərrüfatlarında və orada istər temperatura, istər balığın həyat şəraiti üçün lazım olan orada müəyyən texniki göstəricilər var. İdarə etmək daha rahat olur deyən, istənilən növ balığı orada daha intensiv yetişdirmək mümkündür. Həmin rast sisteminin özünün bütün oradakı avadanlıqlardır orada. Hamısı bahalı avadanlıqlar da. Bəli, çox bahalı. Dövlət güzəşti vermək lazımdır ki, bu sahədə sahibkarlar, fermerlər rahat olsunlar. Eyni zamanda qəfəs tipli təsərrüfatlarda da orada, məsələn, avadanlıqlar siyasında da var. Hətta nohur tipli təsərrüfatlarda onlara ehtiyac olan havalandırmaq üçün aeratorlardır, oksigen generatorlardır, nasosların özlərinə belə artıq düşünülüb ki, müəyyən dövlət güzəştləri həyata keçirilsin. Nə vaxtdan olacaq? Bu şad xəbəri nə vaxt verəcəksiniz fermerlərə? İnşallah bu subsidiya şurasında bu məsələ müzakirə olunduqdan sonra çox yaxın zaman, avqust ayında artıq gözləyirik ki, bu müzakirələrdən sonra biz artıq fermerlərə bu şad xəbəri verək. Bundan əlavə biz düşünmüşük məhsul subsidiyası. Burada həm çəkimlər, həm qızıl balıq kimlər, xüsusən farelin yetişdirilməsində, yəni burada son satılan məhsula görə artıq fermerlərə müəyyən bir dövlət dəstəyi olacaq ki, burada kiloqramına və ya tonuna görə də yəqin ki, satılan məhsulun kiloqramına görə. Necə ki, pambığı təhvil verirlər, məsələn, bizim fermerlərimiz
tonuna görə müəyyən bir məbləğ alırlar. Eyni qaydada balıqda olacaq. Bəli, bu balıq düşünülüb. məhsulları. Növbəti illərdə isə damazlıq balıqlara bir müəyyən bir dövlət dəstəyinin olması da düşünülür. Artıq bunun belə deyək, təklifləri hazırlanmaq üzrədir. Ceyhun müəllim, dövlət proqramında balıqçılıq və akvakultura sahəsinin inkişafı üçün hansı əlavə tədbirlər nəzərdə tutulub? İstərdim ki, bir neçə cümlə ilə bu vaxtda danışasınız. Dövlət proqramında balıqçılıq və akvakultura ilə bağlı belə deyək, müəyyən bir bənd var və həmin bənd haqqında həm akvakultura, həm ov, həm balıq artırma sahələri ilə bağlı mən artıq məlumatları verdim. Amma həmin proqramın digər belə deyək bölmələri var ki, burada subsidiya ilə bağlı da müəyyən məlumatlar dedim. Burada akvakultura məsələsi də artıq kənarda qalmayıbdır. Məsəl üçün deyirəm, burada bir aqroparkın yaradılması, sırf akvakultura ilə bağlı bir aqroparkın yaradılması da planlanıbdır ki, artıq burada həmin az öncə qeyd etdiyim investisiya qoyan şəxslər burada maraqlı ola bilər aqroparklardan. Eyni zamanda aqrar sığortanın əhatə dairəsinin genişləndirilərək artıq balıqçılığın da həmin oradakı aqrar sığorta payı müəyyənləşdirilibdir. Və əlavə olaraq mən qeyd etmək istəyirəm ki, burada kadr potensialının, kənd təsərrüfatının kadr potensialının gücləndirilməsi hissəsində balıqçılıq və akvakultura sahəsi kənarda qalmayacaqdır. Bunun da müəyyən bir işlər həyata keçiriləcək. Yəni mütəxəssislərin cəlb olması bu sahəyə bəli, mütəxəssislərin yetişdirilməsi, universitetlərdə müəyyən bir proqramların həyata keçirilməsi, ikili diplom və digər sahələr. Eyni zamanda mən onu qeyd edirəm ki, balıqçılığın elmi potensialının gücləndirilməsi, balıq ehtiyatlarının qiymətləndirilməsi prosesində bu ən vacib məsələlərdən biridir ki, proqramın əsas hissələrindən biri də balıqçılıqla bağlıdır ki, burada həm elmi potensialda kadrdır, aqroparklardır, o dövlət proqramında nəzərdə tutulubdur. Bu sahədə fəaliyyət göstərən və ya fəaliyyət göstərməyə marağı olan, hazırlaşan və ya belə deyək də bir ənənəsi olan ola bilsin ki, babaları, ataları balıqçılıqla məşğul olan bu təsərrüfatları öz həyətində, öz deyək ki, ərazisində mövcud, amma təbii ki, qanunlar çərçivəsində, bunun üçün qeydiyyat lazımdır və s. Bu prosedurları bilirsiniz. Bilməyənlər akvakultura balıqçılıq mərkəzinə müraciət edə bilərlər, Kənd Təsərrüfatı Nazirinə. Yeri gəlmişkən, çox yaxşı məsələyə toxundunuz. Məqama toxundunuz. İndiyənə kimi, məsələn, biz artıq ilkin uçotunu apardıq, 600-dən çox təsərrüfat Azərbaycanda mövcuddur, amma bunların hardasa 100-ə yaxını rəsmi qeydiyyatdadır. Qeydiyyatla bağlı bir çox sıra problemlər vardır. Burada bioloji texnoloji əsaslandırmanın mürəkkəb olması ilə bağlı məsələ idi. Asanlaşdırırsınız bunu? Bununla bağlı o qanunvericiliyə təkliflər verilməsi ilk belə deyək, tapşırıqlardan biridir. Artıq müəyyən bir işlər görülübdür, qanunvericilikdə dəyişikliklərlə bağlı müəyyən işlər görülübdür. Artıq aidiyyatı qurumlardan da razılıqlar alınıb və belə deyək, Milli Məclisə təqdim olunmuşdur. İnşallah qanunvericilikdə də müəyyən dəyişikliklər getdikdən sonra artıq fermerlərdə bu proses daha rahat olacaqdır bu işlərdə. Çox gözəl. Biz görürük kadrları. Mən istəyirəm qoy tamaşaçılara deyim ki, bu görüntülər Kənd Təsərrüfatı Nazirliyinin elə Nazir Məcnun Məmmədovun da iştirakından və digər rəsmilərin iştirakından sizin bölgələrdə, xüsusən də balıqçılıqla məşhur olan bölgələrimizdə Bakıdan kənar nəzərdə tuturam. Yəni Azərbaycanın təbii ki, Xəzər hövzəsindəki balıq belə deyək də ehtiyatları bəllidir. Tez-tez maraqlı tədbirləriniz olur. Maraqlı belə deyək də fermerlərdən görüşləriniz olur. Balığın dənizə buraxılması ənənəsi var. Bax, bunlarla bağlı ola bilsin dövlət proqramında bu və ya buna bənzər hansısa bir layihələrin reallaşması düşünülür. İstəyərdim bu haqqda. Düşünülübdür, çox düzgün məqama vurğuladınız. Ümumilikdə biz yəqin ki, bu ictimaiyyətdə də çox geniş müzakirə olundu. Xəzər dənizində ötən il ehtiyatların qiymətləndirilməsi üçün ekspedisiya həyata keçirildi və növbəti aylarda da bu ekspedisiyaların həyata keçirilməsi planlanır. Və həmin ekspedisiyaların nəticəsində, ehtiyat qiymətləndirmə prosesinin nəticəsində bizim Xəzər dənizinə və daxili sularımıza buraxılacaq balıq sayları təxmini müəyyən olundu ki, bunlar hardasa 10 milyona yaxın əkimlərindir. Eyni zamanda burada 4 milyona yaxın çək kimilər və qızıl balıq kimilər, eyni zamanda daxili sulara qızıl xallı farenin buraxılması ehtiyacları var. Ancaq bizim hazırki dövlət balıq artırma təsərrüfatlarının istehsal gücləri və onların hazırki fəaliyyətləri bu tələbatı ödəməyə çatmırdır. Və bu səbəbdən də
qeyd edilən dövlət proqramında 2 təsərrüfatın yenidən qurulması, Çaykənd balıq artırma təsərrüfatının yenidən qurulması və Ağdərə rayonunda yeni balıq artırma təsərrüfatının qurulması planlanır. Azad olunmuş ərazilərimiz. Bəli, eyni zamanda burada həm ölkənin balıq ehtiyatlarının bərpası üçün ehtiyac olunan balıq artırma proqramı yerinə yetiriləcək. Eyni zamanda həmin azad olunmuş ərazilərdə müəyyən bir iş yerlərinin yaradılması, sosial iqtisadi inkişaf nöqteyi nəzərindən çox gözəl. Bu çox təqdirə layiqdir. Digəri hardaydı? Çaykənd? Bəli, Göygöl rayonu Çaykənd kəndində. Orada daha əvvəllər mövcud olmuş və hazırda istehsal fəaliyyəti dayanmış Çaykənd balıq artırma təsərrüfatının yenidən qurulacaq. Yenidən qurulacaq. O bayaq videoda gördüyünüz həmin RAS sistemi də orada nəzərdə tutulubdur. Eyni zamanda ənənəvi metodlarla, eyni zamanda ölkəmizdə bu balıqçılıq sahəsində elmi araşdırmaları da apara bilməsinə şərait yaranan bir müasir, bəli, elmi tədqiqatlar apara biləcək müasir kompleksin tikintisi nəzərdə tutulubdur dövlət proqramı. Uğurlu olsun. Ceyman, belə bir atalar sözü var, deyir, könlü balıq istəyənin quyruğu gərək suda olsun. Yaxşı, balıq təsərrüfatı qurmaq istəyən, eyni zamanda çox vacib sual. Mən bilirəm ki, fermerlərimizin deyir ki, Ruslan, bu sualı ver Ceyhun müəllimə. Dövlət proqramından məhz akvakultura və balıqçılıq nöqteyi nəzərindən yararlanmaq istəyənlər bunun üçün nə etməlidir? Xüsusi bir belə deyək, yol xəritəsi varmı ki, bu baxımdan fermerlərə tövsiyələr olacaq və ya böyük təsərrüfatlarla deyək ki, yeni bu sahəyə başlamaq istəyənlərin bir görüşləri, bilmirəm, buna bənzər nələrsə nəzərdə tutulubmu? Aslında bu həmin dövlət proqramı ilə bağlı artıq ictimaiyyətdə də görürsünüz, regional müşavirələr həyata keçirildi və tapşırıqlar verildi həm mərkəzi icra hakimiyyəti orqanlarına, həm yerli icra hakimiyyəti orqanlarına və bunun əsasında da digər mərkəzi icra hakimiyyəti orqanları kimi Kənd Təsərrüfatı Nazirliyi bunun belə deyək bir növ flaqmanıdır. Özünün bir fəaliyyət planı hazırlayır və həmin fəaliyyət planında artıq layihəsi hazırlanır və bunun bir hissəsi kimi balıqçılığa da bir müəyyən tapşırıqlar verilmişdir. Akvakulturanın inkişafı burada ən əsas hədəflərdən biridir. Çünki akvakultura inkişaf etdikcə artıq balıq bir növ belə deyək proteinlə zəngin bir qida hissəsidir. Eyni zamanda bu ərzaq təhlükəsizliyinin bir hissəsidir və bu balıq ehtiyacları sağlam qidadır və bunu qarşılamaq üçün akvakulturanın inkişafı şərtdir ki, balıq ovunun da dayanıqlılığı həyata keçirilsin. Yəni insanların artıq balıq ehtiyaclarını akvakulturanın ödəyə bilsinlər ki, ovda artıq ehtiyatlarımız qorunsun. Çünki burada artıq bir çox növlərimiz çox təəssüf ki, artıq nəsli kəsilməkdə olan növlər sırasına gəlmişdir. Burada nərə kimlər də eyni zamanda Xəzər qızıl balığı kimidir. Və bunların akvakulturada inkişafı əsas hədəflərimizdən biridir. Və bu sahəyə investisiya qoyanlar üçün əsas onu demək istəyirik ki, artıq bayaq qeyd etdik, avadanlıq dəstəyidir, məhsul subsidiyaları veriləcəkdir. Eyni zamanda ixracın da dəstəklənməsi dövlət proqramında nəzərdə tutulub və bu sahədə biz mütəmadi olaraq fermerlərlə işləyəcəyik və qanunvericilikdə qeydiyyatın sadələşdirilməsidir. Bu kimi məsələlər artıq sahənin inkişafına gətirəcəkdir. Yeri gəlmişkən müşavirəyə baxdıq, hamımız izlədik, Cənab Prezidentin təbii ki, rəhbərliyin olan müşavirə nəzərdə tutulub. Orada bir xüsusi bir məqamı qeyd elədi ölkə başçısı ki, özəl sektorun bu sahəyə investisiyasını təşviq eləmək lazımdır. Yəni, özəl sektor gəlməlidir və öz belə deyək də investisiyasını yönəltməlidir bu sahəyə. Bunun üçün də dövlətlə özəl tərəfdaşlığı bir yaxşı bir sinerji qurmalıdır. Yəni, bir dostluq münasibəti olmalıdır ki, buna da Kənd Təsərrüfatı Nazirliyi eləyir. Onlara, yəni gələn özəl sektora, deyək ki, investisiya qoymaq istəyən sahibkara güzəştlər tətbiq edir ki, bunu da balıqçılıq və akvakultura istiqamətində xüsusən yaxın günlərdə biz xəbərlərini elə fermerin real dostunda və digər belə deyək də media orqanlarında eşidə biləcəyik. Ceyhun, mən sizə uğurlar arzulayıram. Təşəkkür edirəm ki, gəldiniz və bizim fermerlərimizə və ümumiyyətlə tamaşaçılarımıza vacib olan məlumatları çatdırdınız. Çox sağ olun, mən təşəkkür edirəm. Çox sağ olun, uğurlar. Dəyərli dostlar, əziz tamaşaçılar, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bizimlə bərabər idi. Mən isə qeyd etmək istəyirəm ki, dövlət proqramı ilə bağlı fermerin real dostunda növbəti verilişlərimizdə də danışacağıq. Çünki bu çox vacibdir ölkə üçün, Azərbaycanımız üçün. Kənd təsərrüfatında hansı yeniliklər, yaxın 4-5 il ərzində hansı proqramlar qarşıda duran nələr var, bununla bağlı yenə də danışacağıq. Gələn həftə fermerin real dostunda görüşəcəyik. Hələlik.